Sevgilinin maşını var. Bəli, maşınsız sevgili olar. Əgər sevgilinin maşını olmasaydı, metro və avtobusdan istifadə edərdiniz? Xeyr, təbii ki. Sevgilinlə bir yerdə heç yana getməzdiniz onda. Yox, Nə avtobusla, nə də ki metro ilə. yox. Siz neçə il sevgilisiniz? 3 ilə yaxındır. Bəs iPhone 17 qarşılığında metro və avtobusdan sevgilinlə bərabər istifadə eləyərsiniz? Bir də bunu demədən əvvəl məni takib edirsiniz? Xeyr. Xeyr, xeyr. Əgər məni takib eləsəydiniz məndən düz 500 manat pul qazanasıydınız. Ona görə də məni takib edin, hər an mən sizin qarşınıza çıxa bilərəm. İstifadə edərdiniz? Bir dəfə olar. Bəs siz? Mənim üçün fərq etməz. Yaxşı, sevgilin əgər dara düşsəydi, əgər maşını olmasaydı, ayrılardınız? Adicə bir kəlməyə görə mən ondan uzaqlaşdım. Əlbəttə ayrılaram. İş görüşdə gərək metrola, avtobusla gedərdim ki, onda iç yüzünü tanıyardım. Xanım, belə görürəm ki, səhərdən özünüzü çox göydən aparırsınız. Qardaş bir dənə metro ilə avtobus deyən kimi qardaşdan uzaqlaşdınız. Hərəkətinizin yeri yox idi. Heç kimdən artıq deyilsiz.